Bəli. O dəlik daşdı. O dəvə getdik də sizlərlə. Çala çıxırın o da üstündəki qayadır. Dəlik daş. Oradan dəlik taşın yanından baba bura. Bax bunun baba bu tərəfində. Baba düz burada. Dağın dağında qalır görünmür. Bax orada Nəvində kası vardı. Nəvin kası. Kağın da üstünə gəlib o yoldan çıxsan bax o. Deyilənə görə Ələsgər baba onun üstündə oturub. Gözləyib cəmaat getməyi nə bilin. Kitabda elə bir şey yazıldı. Artdu kasından çünki o yollar görünməzdi amma oradan görünərdi. Və Qaraşınla çara çıxır yolumuz. Bu da Dəli dağımız. Qaraşınla yolumuz. Dəli dağ. Bu da cığırlarımız, izlərimiz, hamısı bilinir. 30 il bundan qabaq. Kağlar çoxdur, amma çıxa biləcəyimiz kağlar yoxdur. Çoxdur, daha doğrusu çıxa biləcəyimiz kağlar var. Çıxa bilməyəcəyimiz də çoxdur. Burada da yeməyi burada pişirmişlər, bax uşaqlar. Çox güman ki, bax burada. Nəsə olsun, burada pişirlər bəlkə də. Bura yerə yanıq izləri falan var. Bax, kərməni görürsünüz. Kərməni bax. Kərmə burada gətirib yandırılmış. Bax. Kərmə bilirsiniz də nədir? Kərmə təzəkdir. Yəni o heyvanların, malın, əsasən iri heyvanların nədisindən şey deyirlər, hazırlayırlar. Burada da yer düzəldir. Yəqin ki, burada yemək pişirmiş ki, tüstü o tərəfə çıxır. Qara görünür, kərmə falan da burada var. Gəlin. Bu nədir? Porsuqdur. Porsuqdur. 100%. Tamam. Bax 17 07 17 7-ci ay 93 bu çıxdılar tarix burada da var. Yeni tarixi burada yazdılar ki, hər ehtimala qarşı yolda başlarına bir şey gəlsə. Müşfiq Əsgərov. Müşfiq. Əli Bayramlı. Əsgərov Müşfiq. Əli Bayramlıdan da o Cəllətdir Əli Bayramlı yoxsa? Cəllət Neftçala yazır. Cəllət Neftçalaymış hə. Ədalət. Ədalət Neftçala. Ədalət Neftçala. Cəllət aralıdır. Məncə Cəllabat. Cəllabat. Əsgərov Müşfiq nə var? Nöqtə belə qoyub ayrıqları. Əli Bayramlı şəhər. Bura nə yazır? Kənd Xalq. Xalqarla. Kənd. Bu, burada əvvəlcə bilirsiniz də uşaqlar. Qazaqlar. Bax, Qazaqlar. orada, bu nədir bə? Ağabəddi. Ağa. Ağayev. Abbasdır. Abbasov. Abbasov. Abbasov kimsə. Abbasov. İndi maraqlısı nədir burada? Burada biz əvvəlcə təkcə şey deyil. Bizim müasirədə qalanlar qalmıyor. Bura həm də şey olub. Bizim müasirədən əvvəl də buralar kəndimizin binası olub. Bura ona görə barıtlı binası deyirlər. Yəni burada bizlər heyvan saxlayırdıq. Gör çəkərlərsən. Hə, müşfikdir. Müşfik. Odur, müşfikdir. Müşvikdir, qardaş. Müşvikdir. Müşfikdir, çəkdim. Bax, bir dənəsi də qırılıb düşüb ora.
Gəlin. Suyumuzu da götürək gedək. Artıq gedirik. Mağaralardan çıxırıq. Bir şey tapmadıq. Suyumuz da az qalıb. Yox, yəni Ələsgər babanın hər hansı bir nişanəsini tapmamamıza görə biraz məyusam. Tapdığımız əşyalardır, oradadır o heç. Oradadır, onları da üstünü örtdük. Amma Ələsgər babaya ait heç bir nişanə tapmadıq. Tapdıqlarımız bəli, gələcək üçün tarixdir. Elə buradan düşün gedək. Amma Mahir Gil lap başdakı kağlarda qalmışdı, orada bir baxmaq olar. Heyf, Ələsgər baba haqqında da bütün kağları gəzmişik. Bir, necə deyim, bir nişanə heç olmasa, bir yazı belə tapırıq. Özdə deyilənə görə Alman dilini falan bilib eləyib, çox qoçaq kişi olub ha. Yəqin ki, dünyasını dəyişib, Allah rəhmət eləsin. Kaş bir rəhmət tapardıq. Ha? Şahbaz müəllim əziyyət çəkir indi. Canı sağ olsun. Futbol oynayanda, bir saat sağa sola qaçırsan. Ay Şahbaz müəllim, biraz da bu dağlarda əziyyət çəkək də. Burada insan həyatının təhlükəsidir. Təhlükəni mən də görürəm, heyvanların izlərini, nəcislərini görürəm, amma yəni bizim məqsədimiz bu daxı. Məqsədimizə çatmaq üçün biz bura gəldik, bunu çəkdik. O əşyaları çəkməyin özü böyük şeydir. Bəlkə də heç rəhmətlik Əmraliyevlərdən o şəkili biz çəkdik. Bax, Aygün, onun bacısı idi, eləmi? Çingiz. Bax, onlar bəlkə də heç o şəkilləri yoxdur onların. Düşünün ki, biz şəkili çəkmişik indi. Bəlkə də yoxdur. Dəqiq yoxdur. Məsəl üçün biz qaçqın olduğumuza görə heç bir şəkilimiz olmuyor da. Hamısı qalıb burada. Nəinki şəkilimiz, ən dəyərli xatirələrimiz, əşyalarımız, evimiz qalıb. Kimsə mənə rəhmətli Gülgəz nənəmin şəklini gətirib versə, indi bu dəqiqə elə bilərdim ki, mənim üçün bir dünya bağışlayıb. Buradan məktəbimiz görünür, o məktəbdir. Deməli, məktəbimizdən baxanda bura görünür, qardaşlar, bax. Qoy bunu da çəkim. Oradan buranı seçmək olmaz, amma təbii relyefinə görə seçmək olar. Bax, gəlin keçək buranı çəkək deyirəm, bax. Bir dənə bura qalır. O da onun o bir tərəfindədir ki, ha. Gedəcək, problem yoxdur, gedəcək inşallah. Gəlin. Çəkək demək, baxanda bu qayalar görünməlidir. Belə sarı qayalar görünəndə məktəbdən bilərik ki, budur. O bir dənə belə ümumi bir görüntü götürün təxminən. Bax, bunlar görünməlidir də. Biz onda ən sondayıq yəqin ki. Ələsgər babadan bir nişanə tapamırıq da. Yəni, mənə çox maraqlı gəlir da. Bu adamın sonraki həyatı nə oldu? Təkcəcə burada yaşadı, nə tək yaşadı.